Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, namaza tərəf atdığın hər bir addım sədəqədir. Sənin üçün sədəqə kimi yazılır. Hamısı meçidin xeyirlərindəndir. Meçid müsəlmanları cəm eləyən ən böyük səbəblərdən biridir. Cümə namazı. Cümə namazında görürsən Allah Teala deyir ki, gəlin hamı cüməyə gəlsin. Ya eyyuhellezine amenu iza nudiya lis-salati min yawmil cum'a fes'au ila zikrillah və zərul bey'. El-ayə. Ey iman gətirənlər, cümə günü namaza çağırıldığı zaman Allahı zikr etməyə tələsin. Alış-verişi, ticarəti tərk eləyin. Cəm eləyir cümə. Adından məlumdur, cümə adamı cəm eləyir. Gedirsən cümə xütbəsinə qulaq asırsan. İman artır. İmanında dəyişiklik olur. Qardaşlarla görüşürsən, illərlə görmədiyin qardaşları görürsən, dərdləşirsən, təsəlli tapırsan onlarla. Bunlar hamısı nədir? Bunlar hamısı məcidin xeyirlərindəndir, məcidin faydalarındandır. Elhamdülillah. Allah Teala geniş məcidlər nəsib eləsin. Ölkəmizdə maşallah məcidlər var. Yavaş-yavaş da artır. Sadəcə biz Allaha şükr eləməliyik ki, yenə də artsın. Hardakı yoxdur, oralara da nəsib eləsin Allah Teala. Necə artacaq? Biz əlimizdə olana şükr elədikcə. Əlimizdə olana şükr eləyə Allah da artırsın. Allah Teala buyurur ki: "Və iz təəzzənə rabbukum la in şəkartum la əzidənnakum." Rəbbiniz xəbər verdi ki, əgər şükr etsəniz, sizə artıraram. "Və la in kəfərtum inna əzəbi leşədid." Nankörlük etsəz əzabım şiddətlidir. Biz şükr elədikcə Allah da artıracaq. Nə qədər çox şükr eləsək, nə qədər çox salih əməllər etsək, nə qədər çox Allahın nemətlərini Allaha etiraf eləsək, Allah Teala bir o qədər artıracaq bizim üçün. Meçid də olacaq, geniş meçidlər olacaq, rahat gedib orada Allaha ibadət edəcəyik. Maşallah görürsən alınan yerlər ki var, torpaqlar, Qarabağ. Görürsən maşallah meçidlər tikilir. Maşallah prezident görürsən orada ilk əməllərindən biri meçiddir, tikdirir. Elhamdülillah. Bunlar hamısı böyük xeyirlərdir, böyük uğurlardır. İnşallah olacaq, hər yerdə olacaq. Əsas odur ki, biz Allahdan istəyək. O yerdə ki, meçid yoxdur, oranın qardaşlarına bəzən sual verəndə ki, heç istəyirsiniz meçid, dua edirsiniz məscid olması üçün xüsusən. Belə deyir, dua edirik. Amma görürsən ki, məsələn, hiss olunur ki, cavabdan xüsusi şəkildə duaların içində Ya Rab bizə meçid ver, o qeyd olunmur. Eləmək lazımdır. Xüsusi şəkildə Allahdan istəmək lazımdır ki, Ya Rab, sənə gözəl şəkildə ibadət eləmək üçün öz evlərindən gözəl, geniş, rahat bir ev, məscid bizə nəsib elə. Allah Teala verəcək. Sadəcə israrlı olmaq lazımdır. İsrarlı. Fudayl ibn İyad rahimehullah məscidə gedəndə evlərin yanından birindən keçəndə görür ki, bir dənə qadın oğlunu döyür belə. O da qışqırır. Qışqırır və görür ki, Fudayl ibn İyad qapı açıldı, uşaq qaçdı. Qaçır gedir. Anası da qapını çırpır, əsəbləşir, bir iki dənə deyir belə. Sonra Fudayl ibn İyad deyir ki, qaydanda gördüm ki, uşaq oturub qapıda belə yalvarır anasına. Ağlayır belə. Yalvar yapış elə ki, nə olar, aç da aç, girim evə. Bağışla məni. Fudayl ibn İyad deyir ki, gördüm ki, anası açdı qapını, onu rəhm elədi, saldı içəri. Orada deyir, mən deyir, hönkürtü ilə deyir, ağladım. O mənə deyir, təsir elədi ki, vallahi insan Allahdan ehtiyacını israrla istəsə, Allah ona istədiyini verəcək. O mənə deyir, təsir elədi. Biz özümüzü Allahın qapısına belə açsaq, ona yalvar yapış eləsək, təkrar ondan istəsək, o da bizə belə verəcək. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisədir ki, İnnəllâhe yuhibbu el-mulihhinə fid-dua. Allah duada mulihhin, yəni istədiyini təkrar dilə gətirən nə sevir? Ya Rab, filan şey, məscid, evlənmək istəyən evlənməyini, borcunu vermək istəyən borcunu, sıxıntısını aradan qaldırmaq istəyən sıxıntısını təkrar dilə gətirir və vallahi elə kəsə deyir ki, eşidir onu, İnnəni mə'akumə əsmə'u və ara. Allah Teala deyir ki, Musa ilə qardaşı Harundan qorxmayın, mən sizinləyəm, əsmə'u, eşidirəm və ara, sizi görürəm. Sən elədiyin duaları Allah eşidir. O bilir ki, sən ondan nə istəyirsən,
İstədiyini ne üçün istəyirsən, o bilir onu, eşidir, verəcək. Sadəcə israrlı olmaq lazımdır. Allah özü vəd verib, istəyin mən sizə istədiyinizi verim. Amma duada şərtdir. Qardaşlar, buna fikir vermək lazımdır. Muhammed sallallahu aleyhi ve sellem özü bizə öyrədi ki, biz necə dua eləyək. Yəni, dua edəndə necə olsun bizim halımız? Deyir ki, Udu'ullaha və entum muqinuna bil icabə. Allaha dua edəndə, yəni məna odur ki, Allah sizin duanızı qəbul edəcəyinə yəqin inanaraq dua eləyin. Bilin ki, sən Allaha dua eləyirsənsə, Allah onu qəbul edəcək. İbn-i Qayyim deyir ki, rahiməhullah, əgər Allah Teala bir qula müvəffəq edibsə ki, ona dua etsin, bu nə deməkdir? Bu onu göstərir ki, onun duasını qəbul etmək istəyir deyə ona nəsib edib. Ki, mən səndən qəbul edəcəm onu. Sonra Muhammed sallallahu aleyhi ve sellem deyir ki, İnna Allah la yaqbalu du'a min qalbin gafilin lahin. Allah qafil, yorğun qəlbin duasını qəbul eləməz. Yəni, əlləri göydə, yəni dili deyir, qəlbi bazarda, ticarətdə və ya hansısa dünyavi məsələnin yanındadır. Bunun bir duasını qəbul eləməyəcək. Hansı duanı qəbul eləyir? O dua ki, orada dil də var, orada qəlb də o dilə müvafiqdir. Dil Allahdan istədiyini qəlb təsirlənir. Görürsən, insanın gözü yaşla dolur. İnsan acizliyini Allaha etiraf edir. Ümumiyyətlə, duanın halına baxsaz, qardaşlar. Məsələn, səcdədə ən yaxın olan vaxtı. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Aqrabu mə yəkunul abdu min rabbihi və huvə səcid. Qulun Allaha ən yaxın vaxtı, ən yaxın olan vaxtı, səcdədə olan vaxtıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem ki, orada duanı çoxaldın səcdədə. Görsən, səcdə ən, yəni qulun Rəbbi qarşısında ən aciz halıdır. Orada Allaha dua edir. Həmçinin duanın formalarından əlləri qaldırıb Allahdan istəmək. O da acizliyin əlamətini göstərir. Ona görə onu Allahdan qeyrisinə sərf eləmək olmaz. O acizlik Allaha olmalıdır. Qəlblə insan istəsə Allahdan, Allah ona verəcək. Yəni, çox insanların dili deyir. Görsən, deyir, mən deyirəm də, illərdir istəyirəm də, nə oldu, mən vermir. Sən istəmirsən, sən deyirsən. Dediyi heç özün də başa düşmürsən bəzən. Dediyi heç özün də yəqin deyilsən. Niyə? Çünki qəlbin orada deyil. Yəni, səbəbləri gətirən adamın duasını Allah Teala tez qəbul edir. Necə vallahi istəmək lazımdır Allahdan məscid nəsib eləsin. Həmçinin Allah əmin-amanlığımızı davamlı eləsin. Qardaşlıqdan danışdıq az öncə. İnşallah yaxşı faydalar oldu. Allah həmd olsun. Bu qardaşlığın özü böyük bir nemət. Böyük bir nemətdir ki, təsəlli verir qardaşlar bir-birinə. Gəlir sələfilərdən Beşir Əl-Hafi rahiməhullah qışın şiddətli soyuğunda deyir ki, kasıbların halını gördüm. Gördüm ki, soyuq onları sarsıldır. Aclıqla, paltar qıtlığı ilə çox şiddətli sarsıldırlar onlar soyuq. Mən də onların dərdlərinə şərik olmaq istədim. İstədim ki, onlara hər hansı bir kömək eləyim. Ki, baxdım ki, vallahi onlara eləyəcəyim bir dənə kömək yoxdur. Bacarmadım hansısa bir şeylə onlara yardım eləyim. Nəsə onları qızındırım, istiliyi verim, yemək içimi alındıra bilmədim. Evinə daxil olur, paltarlarını çıxardır, üst paltarlarını və oturur soyuqda. Və özü də tir-tirəsir. Ətrafı yanına daxil olanda görürlər ki, halı belədir. Deyirlər ki, bəs niyə belə eləyirsən? Deyir ki, vallahi onlara ancaq bu cür təsəlli verə bilirəm ki, onların halını heç olmasa başa düşüb. Sələflərdən ikisi gedir, birinin yolda ayaqqabıları, yəni elə hala gəlir ki, artıq giyinə bilmir. O birisi də baxır, istidir, onun ayaqları yanır, bu da deyir, mənim də ayağımda var. Necə eləyim, mən ona dəstək olum, deyirəm, mən də çıxartdım ki, ikimiz də eyni olaq. Mən ona ancaq belə təsəlli verə bilirdim. Bu şeylər bəzi adamlara qəribə gəlir. Bunu eləmək üçün ancaq səndə iman olmalıdır. Yüksək səviyyəli iman olmalıdır. Allaha bağlılıq olmalıdır. Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabəsi atası Uhud döyüşündə ölür. Hansı sahabə? Cabir.
Cabir ibn Abdullah, yəni atasının adı Abdullah ibn Haram idi. Ona Peyğəmbər sallallahu əleyhi və səlləm elə təsəlli verir ki, ondan əvvəl heç kim elə təsəlli verməmişdi. Necə təsəlli verir? Deyir ki, ey Cabir, nə olub deyir, səni görürəm hüzünlüsən, kədərlisən. O dedi ki, ya Rasulullah, atam Uhud döyüşündə şəhid oldu. 9 qız qoyub, biraz borcları var. Mənim üçün qoyub getdiyi də belə xurmadır və s. belə. Odur kədərləndirən. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sənə elə bir xəbər verimmi ki, səndə olan hüzünü, sıxıntını aradan qaldırsın. Deyir ki, bəli. Deyir ki, indiyə qədər Allah heç kimdən pərdəsiz, hicabsız danışmayıb, sənin atandan başqa. Atanla Allah Teala heç bir hicabsız, pərdəsiz, birbaşa danışıb ki, ey qulum, nə istəyirsən istə, o da nə deyir? Dünyaya geri qaytar, ikinci dəfə yenib sənin üçün şəhid olub. Allah Teala deyir ki, yox, əzəldən yazmışam ki, kim gəlsə, vəfat eləsə, şəhid olsa, dünyasını dəyişsə, o bir də qayıtmayacaq dünyaya. Deyir ki, başqa şey istə. O da deyir ki, onda mənə verdiyim bu neymət haqqında qardaşlarıma xəbər ver dünyada. O özü də qardaşları üçün təsəlli eləyir. وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٍ. Allah yolunda öldürülənləri ölü deməyin. Bəl əhyəun ində rabbihim yurzaqun. Əksinə onlar Allah qatında sağdırlar və Allah tərəfindən onlara ruzu verilir. Bəzilər deyirlər ki, burada onlar ruzu sahibləridir. Ruzu sahibləri ki, belə tərcümə eləmək səhvdir. Allah tərəfindən ruzulanırlar. Ruzulanmaq başqadır, ruzu sahibi olmaq başqadır. Tərcümə də düz deyil. Ki, versiniz, Muhammed sallallahu aleyhi ve sellem ondan o kədəri aradan apardı. Yəni, bir adam ondan da böyük bir şey sevinə bilər, atasının halının yaxşı olduğunu bildi və yaxşıların ən yaxşısı, ən yaxşı haldaydı atası. Aləmlərin Rəbbi olan Allahla görüşüb, birbaşa onunla danışıb, onun haqqında Allah ayələr nazil. Fərihinə bimə ətəhum. Ki, Allahın onlara verdiyi neməti sevinirlər. Və yəstəbşirunə bi ni'mətin. Allahın onlara verdiyi neməti sevinirlər. Ki, kimlər ki, onlardan sonra dünyada qalıb, elə ölsələr, onları da o neymət gözləyir. Təsəlli duadır Allahdan. Qeyd elədiyi qardaşlarla danışanda Ayşə anamız deyir ki, bu qardaşlığın faydalarından da həmçinin qadınlar bir-birinə o zina iftirası atırlar ona, o ifk hadisəsində. Deyir ki, ağlamaqdan için parçalanmışdı deyir. Böhtan idi axı. Təmiz qadını idi. İftira atmışdılar. O da ki, ağlamaqdan için parçalanırdı. Heç kim dedir, mənim dərdimə şərik olmadı. Hətta Muhammed sallallahu aleyhi ve sellem gedmirdi onun yanına. O anda gedmirdi onun yanına. Deyir ki, ənsarlardan bir dənə qadın gəldi, məndən icazə istədi, oturdu mənim yanımda. Mən ağladığım kimi ağladı. Və ağlamağı ilə mənim dərdimə şərik oldu. Sonra Ayşə anamız həmişə o imtahandan çıxandan sonra, üzü ağ çıxandan sonra həmişə o qadını yadına salıb deyirdi ki, Allah o qadına rəhm eləsin. O mənə deyir, gəlib ağlamağı ilə təsəlli verirdi. Kəb ibn Məlik. Görürsən, o boyda hadisədən Allah Teala nə deyir? Yer genişliyinə baxmayaraq onlar üçün daralmışdı. Böyük imtihan idi. Gəlirdim, deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemə salam verirdim və dodaqlarına baxırdım. Ki, görüm onları tərpədir, salamımı alır, yoxsa yox, almırdı. Onun üçün ağır bir imtihan idi. Ailəsi ona yaxın durmurdu. Əmisi oğluna gəlir, hasarın, zaborun bu tərəfindən salam verir, o da almır. Deyir ki, sən mənim əmim oğlusan, sən məni tanımırsan, deyir. O da almır salamı. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem qadağa eləmişdi. O imtahandan çıxandan sonra deyir, Allah o vaxt ki, mənim haqqımda 3 nəfər idi ola. Bizim haqqımıza ayələr nazil elədi. Mən deyir, sevinərək məscidə daxil oldum. Talha deyir, mənə gələn kimi gəldi, qucaqladı. Talhan deyir, o məni qucaqlayıb, mənə sıxması heç vaxt mənim yadımdan çıxmaz. Təsəlli verməsi. Qardaşlığın faydalarından. Bunlar əlhəmdülillah böyük neymətlərdir. Meçid bizi cəm eləyir, görürük bir-birini. Belə məclislər bizi cəm eləyir, görürük. İmanımız artır, sıxıntımız aradan gedir. Bəzən görsən, insan heç ailəsinin içində məsələn bəzi şeylər var, danışa bilmir. Deyə bilmir, rahat bölüşə bilmir. Yəni o demək deyil ki, yəni ailəsi belədir, elədir. Ondan getmir söhbət. Çünki olur bəzən ibadət eləməyən insanlar, onlar başqa istiqamətdə yaşayırlar. İbadət eləyən insanlar başqa istiqamətdə yaşayırlar. Ona görə alimlər deyirlər ki, Allah üçün, dünya üçün yaşayan insanlar, Allah üçün yaşayan insanları başa düşmürlər.
Sən Allahın razılığı üçün yaşayırsan, ibadət, itaət, salih əməllər, cənnəti fikirləşirsən, o da yalnız dünyanı abadlaşdırmağın üzərində çalışır. Sən ona nəsə danışanda deyirəm, məsələn, mollalıq eləmə və yaxud da biraz dinləyir, gedir və s. Sən deyə bilmirsən onun dərdini. Amma sənin kimi düşünən insanlarla bir yerdə olub, onlara dərdini deyəndə o səni başa düşür. Səni nəsihət edir, sənə səbirli olmağı tövsiyə edir, sənə düzgün istiqamət verir. Və son nəticənin vəl-aqibətu lil-muttaqin, gözəl aqibət müttəqilər üçündür, Allahdan qorxanlar üçündür. O sənə nəsihət eləyəndə əlhamdülillah, insanın qəlbi genişlənir, insanın köksü o sıxıntıdan xilas olur. Hamısı qardaşlığın nemətlərindəndir. Əlhamdülillah, qardaşlıq qorumaq lazımdır. Allah üçün bir-birini sevmək lazımdır. Allah xatırladır bizə ki, bir-birinizə düşmən idiniz. Allahın nemətindir, xatırlayın. وَذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ. Allahın sizə olan nemətini xatırlayın. اِذْ كُنْتُمْ اَعْدَاءً. Bir zaman düşmən idiniz. فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ. Qəlblərinizi birləşdirdi. فَأَصْبَحْتُمْ بِنِعْمَةِ اِخْوَانِ. Onun neməti sayəsində qardaş olmuşsunuz. Onun neməti sayəsində. Qardaşlıq ondan olan bir dənə nemətdir Allah Taala'dan. Qardaşlığı pulla əldə eləmək olmur. Qardaşlığı nə ilənsə əldə eləmək olmur. Vallahi, hardasa satılmır. Gedəsən kilo ilə, metrə ilə, alasan ki, biraz artırım yox. İmanla, sadiqliklə, səmimiyyətlə onu qoruyub saxlamaq lazımdır. Dərdini o başa düşüb, məsələn, gizlində qardaş üçün dua eləmək, heç onun misli yoxdur. Gizlində qardaşın qardaş üçün dua eləməsi, Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Sən nə deyirsən Allaha, ona kömək ol, ona yardım et. Mələk nə deyir? Sənin də istədiyin olsun. Yəni, onun üçün nə istəyirsən? Allah elə onun mislində sənə özünə versin. Elhamdülillah. Allah Teala bizi sabit etsin. Qorusun qardaşlığımızı. Elhamdülillah. Böyük nemət içindəyik. Şükürlər olsun Allah ki, bizi müsəlman eləyib və İslamın içində qardaş eləyib bizi. Bundan başqa qardaşlıq fayda verməyəcək. Kimin ki qardaşlığı Allah üçün qurulmayıb, o qardaşlıq ona fayda verməyəcək. Kim deyir? Allah deyir. O gün düşmən olacaqlar bir-birinə. Dünya üçün, mal üçün, mülk üçün. Bəzi faydasız nemətlər üçün qardaş olanlar, o qardaşlıqlara Allah qatında onlara fayda verməyəcək. İlləl muttaqin. Allahdan qorxanların qardaşlığından başqa. Elhamdülillah, bir-birini bağışlaya bilir, bir-birinə üzr gətirə bilir, bir-birinə səbirli olur. Ola bilər bəzən istisna hallarda, olmayanlar da olur, amma o olmayanlar o deməkdir ki, məsələnin əsli yoxdur. Məsələnin əslini yaşayanlar da var, elhamdülillah. Məsələn, görürsən, deyirlər ki, məsələn, əxilərdə də belə var. Yəni, əxilər planetdən hansısa bir yerdən gəlməyiblər ki. Onlarda da olur, insandırlar, xəta eləyirlər, bəzən bir-birini başa düşürlər, bəzən başa düşmürlər. Muhammed sallallahu aleyhi ve sellemin sahabələrin içində olub. Sən onlardan təmiz olacaqsan, qəlbin yox. Abu Bakrla Ömərin arasında mübahisə olur və Abu Bakr orada Ömərə itiraf edir ki, mən səhv elədim də, başa düşdüm xətamı. Mən düz eləmədim. Ömər də qəbul eləmir. Üzrünü qəbul eləmir, çönür gedir. Abu Bakr evinə qədər gedir. Deyir ki, abi, düz eləmədim də mən. Başa düşdüm də, səhv elədim. O da möhkəm durur, baxmır. Sonra gəlir Abu Bakr Muhammed sallallahu aleyhi ve sellemə deyir. Şikayət edir ki, bəs Ömər belə elədi. Ömər də sonra evə daxil olandan sonra başa düşür ki, sərtlik elədi. Ki, bu da düz eləmədi. Gəlir Abu Bakrın evinə, yoxdur. Haradadır? Muhammed sallallahu aleyhi ve sellemin yanında. O da gəlir ora. Gəlir üzrxahlıq eləməyə. Muhammed sallallahu aleyhi ve sellem məsələnin əslini biləndə Öməri danlayır ki, Ömər, sən məni təkzib eləyəndə o məni gətirdiyimi təsdiq eləmişdi. Abu Bakr. Siz məni yalancı sayanda o məni müdafiə edirdi. O məni iman gətirmişdi. Sıddıq, Abu Bakr as-Sıddıq. Sıddıq kimə deyilir? Allah Teala Quran-ı Kərimdə peyğəmbərləri üçün وَذْكُرْ فِي الْكِتَابِ İbrahim اِنَّهُ كَانَ صِدِّقًا نَبِيًّا. Öz peyğəmbərinə Allah Teala təsəlli verir ki, İbrahimi də yadıva sal kitabda. İnnehu kana sıddiqan nebiyyə. Sadiq bir peyğəmbər idi o. Sıddıq,
sadiqlikdə ən uca mərtəbələrə çatan adamdır öz sadiqliyində, doğruluğunda. Deyir, ey Ömər, sən mənə təksib eləyəndə, yalancı sayanda, bu mənə təsdiqləmişdi. Görürsən, onların arasında olub. Osmanla Ömərin arasında olur. Ömər Osmanın yanından keçəndə salam verir, Osman onun salamını almır. Zahirən belə idi. Amma Əbu Bakrın yanına gələndə, Əbu Bakr məsələnin əslini soruşanda ki, ne üçün salam almamısan Ömərdən, ey Osman, deyir ki, mən heç onu hiss eləməmişəm. Deyir. O mənim yanımdan nə vaxt keçib ki? Mən heç onu keçməyini hiss eləməmişəm, qaldı ki, salamla. Deyir, yaxşı, bəs niyə? Deyir, mən düşünürdüm. Deyir, nə düşünürdüm? Deyir, düşünürdüm ki, Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat elədi, mən ondan nicat tapmaq haqqında yaxşı soruşa bilmədim. Görürsən, məsələni həll eləyirlər. Yəni, hamının arasında olur. Məsələ, mübahisə, necə deyərlər, çəkişmə hamıda olur. Allah özü deyir ki, فَاِنْ تَنَزَعْتُمْ فِي شَيْءٍ فَرُدُّهُ إِلَى اللّٰهِ وَالرَّسُولِ Birdən aranızda problem olsa, mübahisə olsa, çəkişsəz, demir, belə şey olmayacaq heç vaxt. Deyir, olsa, onda qaytarın Allah və Rasuluna. Yəni, biz şükür Allaha bir onu kitabla, sünnəni həll edirik. Adamlar mesela görürsən, bir-birini vurur, öldürür. Allah korusun biz onu. Yəni, bu şeyləri əslində bizə ayıb tutmaq lazım deyil. Lazım deyil ayıb tutmaq. Çünki hamıda olur. Hamıda olur belə şeylər. Əsas nədir? Əsas odur ki, bir qərara gələ biləsən. Bir yerdə cəm ola biləsən. Allaha həmd olsun. Xətasız adam yoxdur ki. Xəta hamıda var. Xəta hamıda var. Dinin içində olmaq o demək deyil ki, xəta olmayacaq. Yox. Allah Taala iman gətirənlərə deyir ki, tövbə eləyin. İman gətirənlər görsən, yəni kimlərdir? Möminlər. Allaha qul olub ibadət eləyənlər. Kafirlərə demir. Kafirləri tövbəyə çağırır, islaha çağırır. Lakin möminləri xas deyir. Ya eyyuhellezine amenu. Nə qədər ayələr var, iman gətirənlər tubu. İllallahi tövbətən nasuh. Allah səmimi tövbə eləyir. Yəni ibadət elədisə və ya məsələn mömindirsə, müsəlmandırsa, Allahın yolundadırsa, o harda yazılıb ki, o günah eləməyəcək və ya xəta eləməyəcək. Əksinə, onun xəta etməsi Allah Taala onu yaradanda o elə yaradır ki, eləyəcək. Və etdiyi xətaların səbəbi ilə Allah Taala onu ucaldır, izzətləndirir, hörmətli eləyir. Nə qədər oğurluq eləyənlər, nə qədər zina eləyənlər, nə qədər ata-anasına qarşı gələnlər, nə qədər yer üzərində fitnə, fəsad törədənlər bir kəlmə Allaha səmimi tövbəsi ilə uca məqamlara Allah da onları qaldırır. Necə Şeyx Hüseymin deyir, rahiməhullah, bir çox tövbə eləyənlər var ki, Allah onları tövbəsindən öncəki halı var ha, ondan daha xeyirli eləyib. Niyə? Səmimi tövbəsinə görə. Əsas o da insan başa düşür, Allaha qayıdır. Elhamdülillah, İslam böyük neymətdir. Bütün bu xeyirlərin hamısını bizə İslam öyrədib. İslam bunların hamısını bizə öyrədib. Görsən, çalışırıq kiminsə haqqına girməyək. Kiməsə bir acı söz deməyək. Hətta görsən, bəzən deyəndə deyirsən ki, qardaş haqqı halal bağışla. Nəsə düz olmadı. Hətta görsən ki, elə bir ciddi bir şey deyil. Hətta o deyir ki, qardaş, nə var ki burada? Burada bir şey yoxdur ki. Nə oldu ki? Sən deyirsən ki, nəsə düz demədim, bağışla. Birdən xətirimə dəyərəm. İslamdır bunların hamısını sənə öyrədib ki, kiminsə haqqına girmək olmaz. Və qulu linnəsi husnə, insanlara yaxşı söz deyin. Allah deyib bunu Quran-ı Kərimdə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İttəqillah haythumə kunt. Bax ki, harda olursan sonra Allahdan qorx. Və ətbi'i səyyiətəl həsənətə təmhuhə. Birdən pis bir iş görsün, pis əməl eləsin. Onun ardıca birdən yaxşı əməl gətir. Niyə? O pisi aparacaq. İnnəl həsənət yuzhibnə səyyiət. Yaxşılıqlar pislikləri aparır. Sonra nə deyir? Və xaliqin nəsə bi xuluqin həsən. Çalış insanlarla yola gedəndə yaxşı yola get. Onlarla yaxşı davran, yaxşı söhbət elə. Yaxşı müamilə elə onlarla. O görsən qonşuluq. İslam qonşuluğu 3 yerə bölüb. İslamı sadəcə baxmaq lazımdır, öyrənmək lazımdır, yaşamaq lazımdır. İslam qonşuları 3 yerə bölür ki, 3 növ qonşu var. Birinci növ qonşu o qonşudur ki, adam kafirdir, belə deyək. O kafir də olsa qonşuluq haqqı qalır. Çünki Muhammed sallallahu aleyhi ve sellem'in qonşularından qeyri-müsəlmanlar var idi, onlarla qonşuluq eləyirdi. Bəziləri gətirib Muhammed sallallahu aleyhi ve sellem yemək verirdi. Muhammed sallallahu aleyhi ve sellem alırdı, yeyirdi. Onların halları maraqlanırdı. Ən böyük dəlillərdən biri o Yahudi uşaq. Ölüm ayağında gedir onun yanına Muhammed sallallahu aleyhi ve sellem onu dəvət edir, o da İslamı qəbul edir.
Birinci növ qonşuluq kafirdir, da onun qonşuluq haqqı var. İkinci növ qonşu müsəlman qonşudur. Həm qonşuluq haqqı var, həm də İslam, müsəlmanlıq haqqı var. Üçüncü növ qonşu həm qonşudur, qonşuluq haqqı var, həm müsəlmandır, müsəlmanlıq haqqı var, həm də qohumdur. Həm də qohumluq haqqı var. İslam bunlar bizə öyrədir. Görürsən, hər birinin öz qədrini, qiymətini yerinə qoymaq. İslamın gözəlliklərindəndir bunlar. İslam yolda gedəndə insanlara salam verməyi öyrədir. Tanıdın, tanımadın. Bir salam ver. Bugün məsələn biz salam veririk. Desən salam aleykum qardaş. Elə baxır. Deyir, mənə niyə salam verdi? Belə düşünür. Çünki bilmir bunu. Deyirsən ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qardaş, tanıdın, tanımadığına salam ver. Onun qəribə gəlir. Bilmir axı, xəbəri yoxdur ki, bu İslamdandır. Və bu da gözəl şeydir. Mən sənə salam verirəm. Mənim sənə salam verməyim nədən irəli gəlir? Mənim sənə hörmətimdən. Mən səni sayıram, mən sənə hörmət qoyuram. Mən səni dəyərləndirirəm insan kimi. Səni hiss eləyirəm ki, sən burada varsan. İslamdır bunu bizə öyrədən. İslam bizi qəribə üçün öyrətməyib. İslam bizi qoruyub. Nəydən? Daşın qabağında əyilməkdən. Hansısa bir məxluqa qəlbimizi bağlamaqdan. Hansısa bir məxluqun qabağında cəsədimiz və qəlbimizlə çökməkdən İslam bizi qoruyub. İslam bizi izzətləndirib. Allaha qul olmaqla. İslam bizi izzətləndirib ən xeyirli insan Muhammed sallallahu aleyhi ve sellemə tabi olmaqla. Onun ardıca getməklə. Onun gözəl yolu yaşayıb insanlara yaşatmaqla. Bəzən deyirlər ki, əxilər məsələn düz deyir. Onlarla ticarət elə, onlar yalan danışmırlar. Bunu kim bizə deyib? Allah öyrədib bizə. Yalan danışmaq olmaz. Qul nə qədər yalan danışar, yalana davam eləyər, hətta yuktəbə indallahi kəzzəbən. Allah qatında onun sonra nə yazdılar? Yalancılardan. Ona görə yalan danışmırıq. İnşallah çəkinirik yalandan. İslamın xeyirlərindəndir bizə. Hamısı baxmaq lazımdır İslama, öyrənmək lazımdır və qəribsəmək olmaz. İnsanların əksəriyyətinin düşüncəsində İslam belədir ki, özünü nisbət eləmək üçün. Sadəcə özünü nisbət elə bəsdir. Sən olursan İslamın əhli. Mən müsəlmanam demək üçündür İslam. Belə deyil. Bəli, sən bu dini özünü nisbət eləsən, müsəlman sayılırsan. Amma onun içində olanları eləsən, o səni daha da kamilləşdirir, daha da püxtələşdirir, daha da izzətli eləyir, daha da hörmətli eləyir. Amma tək özünü nisbət eləyib dayanma, o bəs eləmir. O sənə bəs eləmir, bəlkə də fayda verməyəcək. Bəlkə də fayda verməyəcək. Allah Teala qorusun hamımızı. Bizi müsəlman elədiyinə görə Allah'a şükür eləyirik, həmd eləyirik. Allah Teala bu dinin üzərində bizi öldürsün. Allahın peyğəmbərləri, inşallah Yaqub əleyhissalamdır, ölüm gəlib yetişəndə öz oğluna deyir ki, oğlanlarına deyir ki, məndən sonra nəyə ibadət eləyəcəksiniz? Onlar da deyirlər ki, atalarımızın, peyğəmbərlərin adlarını deyirlər, atalarımızın Rəbbinə, Allaha. Ya buneyyə, ey evladlarımız, İnnəllaha istəfə ləkumud-din. Allah sizə din seçib. Fələ təmutunna illə və entum muslimun. Çalışın, bax bu dinin üzərində ölün. Müsəlman kimi ölün. Allah bizdən istəyir ki, bunun üzərində ölün. Ya eyyuhəllədiyinə əmənuttaqullah. Ey iman gətirənlər, Allahdan qorxun. Və lə təmutunna illə və entum. Ya eyyuhəllədiyinə əmənuttaqullah haqqa tuqatih. Allahdan haqq təqvası ilə qorxun və yalnız və lə təmutunna illə və entum muslimun. Öləndə bax bu dinin üzərində müsəlman kimi ölün. Allah bizi bu dində sabit etsin. Elə bu dinin üzərində Allah Teala canımızı alsın. Bundan böyük xeyir yoxdur. Kimə iman veribsə Allah Teala ona çoxlu xeyir verib, maddiyyatı olmasa da. Kimə iman verməyibsə, maddiyyatı çox olsun da Allah Teala ona heç nə verməyib. Çünki ona heç nə fayda verməyəcək. Elhamdülillah. Barakallahu fikum.